Salam, xoş gördük hər birinizi. Bugün növbəti videomuzda mən sizə bölünmə əlamətləri haqqında danışacağım. Bölünmə əlamətləri demək olar ki, hər bir qayda kitabında müəyyən bir ədədə qədər verilmişdir. Bəzilərində daha çoxdur, bəzilərində 10-a qədərdir. Məktəb kitablarında da rast gəlmisiniz. Demək, başlayaq ilk 2-dən. 2 verilmiş ədədin 2-yə bölünüb yoxsa bölünməyən olduğunu bilmək üçün onun sonuncu rəqəminə baxırıq. Sonuncu rəqəminə. Yəni rəqəm demək ədəd çox böyük ola bilər. Amma onun 2-yə bölünüb bölünməyən olduğunu bilmək üçün son rəqəminə fikir vermək lazımdır. Əgər sonuncu rəqəmi 0, 2, 4, 6 və 8 ədədlərində hər hansı biridirsə, deməli bu ədəd 2-yə bölünəcəkdir. Yəni bütün cüt ədədlər 2-yə bölünür. Məsələn 7, 9, hər nəysə sonunda bir 8 varsa, artıq bu 8-ə görə deyirik ki, verilmiş ədəd 2-yə tam olaraq qalıqsız bölünəcəkdir. 2-nin bölünməsi yəni asandır. Gəlir növbəti 3-ü. Verilmiş ədədin 3-ə bölünüb və ya bölünməyən olduğunu müəyyən etmək üçün onun həmin ədədin rəqəmlərinin cəmini tapmaq lazımdır. Əgər yazım ədədin rəqəmləri cəmi tapılır. Rəqəmlər cəmi tapılır. Əgər məsələn rəqəmi yazım sonra deyim 4 olsun 2. Demək bu ədədin rəqəmlərini cəmləyirik. 4 üstə gələk 5, üstə gələk 4, üstə gələk 2. Topladıq 9 və 6 elədi 15. Topladıktan sonra ədədin rəqəmlərini topladıktan sonra cəm, yəni 15 3-ə qalıqsız bölünürsə, deyirik ki, bu ədəd özü də elə 3-ə bölünəcəkdir. Yox, əgər məsələn 110 belə 8 belə bir şey, belə bir ədəd, 5 rəqəmli bir ədəd 3-ə bölünür ya yox, bunu yoxlamaq istəyirik. Rəqəmlərini toplayırıq. 1, 1, 2, 4 və 5. 4, 8 və 13. Bu ədəd 3-ə bölünmür. Yəni cəm 3-ə bölünmədiyinə görə deyir ki, həmin bu 11245 ədədi 3-ə bölünməyəcəkdir. Bir də deyirik, rəqəmin rəqəmlərini cəmləyirik. Əgər cəm 3-ə bölünürsə, deyirik ki, bu ədəd özü də 3-ə bölünəcəkdir. 3-ə bölünmənin şərti bu qədər. Gəldik 4-ə bölünməyə. 4-ə bölünmənin şərti belədir ki, verilmiş ədədin son 2 rəqəmindən ibarət olan ədəd. Rəqəmindən ibarət olan ədəd əgər 4-ə bölünürsə, deyirik ki, bu ədəd 4-ə bölünəcəkdir. Yox, əgər 4-ə bölünmürsə, deyəcək ki, bu ədəd 4-ə bölünmür. Məsələn, çox böyük oldu biraz. Kiçik bir ədəd yazaq. Həm də onu isbat eləyərik. 4456 qalanı bir 7 qoyaq. 74456. Bu ədədin 4-ə bölünüb bölünmədiyini olduğunu bilmək üçün son 2 rəqəmindən ibarət olan ədədə baxırıq. 56. 56 4-ə bölünürmü? Bəli, 4-ə bölünür. Deməli, həmin bu ədədin özü də 4-ə tam olaraq qalıqsız bölünəcəkdir. Və ya tutaq ki, bu ədəd 4-ə bölünürmü? Deyəcəksiniz ki, bunun son 2 rəqəmi 0-0-dır. Bu 0-0-dan bitirsə, sonun 2 dənə 0 var. Məsələn, bu 56 biləcikdə bölünür. Yəni, başqa belə deyək. Məsələn, 7300 yazaq. Bu ədəd 4-ə bölünürmü? 4-ə bölünmənin şərtində deyir ki, son 2 rəqəmindən ibarət olan ədəd 4-ə bölünürsə, bu ədəd bölünür və sonu 2 0-dan bitirsə, bu ədəd 4-ə qalıqsız bölünəcəkdir. Bu da növbəti 4-ə bölünmənin şərtidir. Davam edirik 5-ə bölünmənin şərti ilə. Belə qaçaq. 5-ə bölünmə. 5-ə bölünmə asandır. 5-ə bölünmənin şərtində sonu
0 və ya 5 ilə bitən bütün ədədlər 5-ə bölünəcəkdir. Yəni, nə qədər böyük olursa olsun, sonunda bir 0 varsa və ya tutaq ki, 5 varsa, deyir ki, bu ədəd doğrudan da 5-ə bölünəcəkdir. Yəni, bu asandır. Növbəti gəlir 6-ya bölünmə şərti. Bu dəfə qayda kitabından istifadə etmədim. Şəkil kimi bir-bir hamısını yazıb, hərəsinə aid bir nümunə ilə göstərəcəm. 6-ya bölünmə şərti. Deməli, bir ədədin 6-ya bölünüb bölünmədiyini bilmək üçün həmin ədədin 6 məsələn özü nədən ibarətdir? 2 vurulsun 3-dən ibarətdir də. Deməli, həmin ədəd həm 2-yə, həm də 3-ə bölünməlidir ki, bu ədəd 6-ya tam qalıqsız bölünsün. Yəni, bunu necə biləcəyik? Misal yazaq, tutaq ki, belə bir ədəd. Bu ədəd 6-ya tam bölünürmü, yoxsa bölünmür? Bunu necə müəyyən edirik? Yəni, bayaqda məsələn yazdığım ədədlər birbaşa deyirəm, məsələn, şərti ödəyirsə, deyirəm ki, bölünür da, onları bir də vaxt getməsin deyə ağaclı bölməklə, yəni bir-bir məsələn 3-ə və ya 4-ə və ya 5-ə bölmürəm də. Sadəcə əlamətinə görə deyirəm ki, bu formada olan ədədlər həmin verilmiş ədədə bölünəcəkdir. Yaxşı, deməli 576-nın bilmək istəyirik ki, bu ədəd demək bölünürmü 6-ya? Deyirik 6-ya bölünən olması üçün həm 2, həm də 3-ə bölünmə şərti ödənməlidir. Yaxşı, bu ədəd 2-yə bölünürmü? 2-yə bölünürmü? Necə yoxlayacaq? Son rəqəminə baxırıq. 2-yə bölünmə şərtindən 2 dedik. Son rəqəmi cütdür. Bəli, deməli 2-yə bölünmə şərti ödədi. 3-ə bölünməni yoxlayırıq. Demək 5, 7, 12 və üstünə də 6 gələndə 18. Həm bu ədəd 3-ə bölündüyünə görə həm 2, həm də 3-ə, yəni ikisinə də eyni anda qaydanın əlaməti ödədiyinə görə deyirik ki, bu ədəd özü də həm də 6-ya bölünəcəkdir. Bu qədər. 6-ya bölünmə şərti bu qədər. 7-yə bölünmənin şərti ilə bağlı bir qaydamız yoxdur. 8-ə bölünmə gəlir. 8-ə bölünməni yoxlamaq üçün son demək 3 rəqəmindən ibarət ədəd 8-ə bölünürsə və ya sonu 3 dənə 0-la bitirsə, bu ədəd 8-ə bölünəcəkdir. İndi başlayaq. Bir ədəd yazaq. Bu ədəd 8-ə bölünürmü ya yox? Bunun üçün onun son 3 rəqəmindən ibarət olan ədədi götürəcək. Yəni 582-ni. Bu ədədi yoxlayacaq. Bu ədəd 8-ə bölünürmü ya yox? Bunu başqa bir ədəd edək. Belə bir şey. 536-ya baxırıq. Bu ədəd 8-ə bölünürmü ya yox? Yoxlayaq. 55-in içində yoxdur. 53-ün içində. Demək, 6 dəfə 48 çıxdıq. 5, 6, 56-nın da içində 7 dəfə. Bu ədəd bölündü. Həmin son 3 rəqəmdən ibarət olan ədəd 8-ə bölündüyünə görə deyirik ki, bu ədədin elə özü bütövlükdə də deməli 8-ə qalıqsız olaraq bölünəcəkdir. 8-ə bölünmə, gəldik 9-a bölünməyə. Demək, onu deyək ki, 9-u deyim, daha sonra deyərəm. Çünki 9 ilə 3 və 2, 4, 8 ilə bir-birinə bağlıdır. 9-a bölünmə, əgər rəqəmləri cəmi 3-ə oxşuyur, 9-a bölünürsə, bu ədəd 9-a, özü də 9-a bölünəcək. Yəni necə? Elə məsələn, olmasın, nə olsun. Kiçik bir ədəd yazaq da. 180 məsələn, nə yazım. Bu ədədin 9-a bölünürmü və ya böyük bir ədəd yazaq.
Bu ədəd 9-a bölünürmü ya yox? Yoxlamaq üçün rəqəmlərini cəmləyirik. Yəni 4-ü, 4-ü, 1-i və 9-u cəm eləyir 18. 18 9-a bölünürmü? Bəli, bölünür. Deməli, bu ədədin özü də elə tam olaraq 9-a qalıqsız bölünəcəkdir. 9-a bölünmənin qaydası da belə. Deməli, 3-ə bölünmənin şərti ilə 9-a bölünmənin şərti bir-birinə bənzəyir. Çünki hər ikisində rəqəmlərinin cəmi, məsələn, 3-ə bölünürsə bu ədəd 3-ə bölünür, 9-a bölünürsə bu ədəd 9-a bölünəcəkdir. Və həmçinin 2, 4, 8 qaydaları da bir-birinə bənzəyir. Məsələn, 2-də bunu məsələn necə yadınızda saxlayırıq? 2, 2 üstü 1 deməkdir. 4, 2 üstü 2 deməkdir. 8 də 2 üstü 3 deməkdir. Bunu yadımızda saxlamaq üçün, məsələn, 2-yə bölünməni yoxlamaq üçün son 1 rəqəminə baxırıq. 4-ə bölünən olduğunu yoxlamaq üçün son 2 rəqəminə baxırıq. 8-ə bölünən olduğunu yoxlamaq üçün son 3 rəqəminə baxırıq. Yəni, burada qüvvətlə biraz da yadda saxlamaq olur. Yəni də özünüz üçün alternativlər, yadda saxlamaq metodları müəyyən eləyə bilərsiniz. Deməli, onu da deyək. 3-ə bölünən ədədlərin hamısı 9-a bölünmür. Amma 9-a bölünən ədədlərin hamısı 3-ə bölünür. 9-a bölünənlərin hamısı 3-ə bölünür. Sonra 8-ə bölünənlərin, bunu bir də bu sözü bir də yazmayayım. 8-ə bölünənlərin hamısı deməli 4-ə bölünür və 2-yə bölünür. Bir də 4-ə bölünənlərin hamısı 2-yə bölünəcəkdir. Bunu belə də deyə bilərik. Daha sonra nə gəldi? 10. 10 asaddır. 10-a bölünmə rəqəmlərinin verilmiş ədədin son rəqəmi əgər 0 ilə bitirsə, bu ədəd 10-a bölünəcəkdir. Yəni, bu onsuz da asaddır. İbtidai siniflərdən artıq bundan uşaqlar kiçik siniflərdə, yəni artıq ondan tanış olurlar. Bu asaddır. Gəldik 11. 11-ə bölünmə. Çox kitablarda yoxdur, amma yenə də biz deyək. 11-ə bölünmə verilmiş ədədə birinci deməli 3 olsun, 2 olsun, 7, bir dənə də 7. Tamam. Deməli, verilmiş bu ədəd 6 rəqəmli bir ədəddir. Bunun 11-ə bölünüb bölünmədiyini yoxlamaq üçün qayda belədir. Sondan əvvələ doğru başlayırsınız. Tək yerdə duranların cəmləyirsiniz. 7, 2, 5. Cüt yerdə duran rəqəmləri cəmləyirsiniz. 7, 3, 4. Əgər cəmlər bir-birinə bərabərdirsə, yəni 14, 14 bərabərdirsə, deyirik ki, bu ədəd özü 11-ə tam olaraq qalıqsız bölünəcəkdir. Yəni 11-ə bölünmə şərti də budur. Özünüz üçün qeydlər aparın. 12-yə bölünmə, artıq videonu demək olar ki, sonlandırırıq. 12-yə bölünmə. 12-yə bölünməni yoxlamaq üçün biz, məsələn, bayaqdan dediyimiz əlamətlər içərisində, indiyə qədər dediyimiz əlamətlər içərisində istifadə edib 12-ni vurğulara ayıracaq. Hansı, məsələn, biz 12-ni 2 vurulsun 6 kimi də yaza bilərik. Amma biraz 6 bizim işimizi poçacaq. Amma 12-ni, məsələn, 3 vurulsun 4 kimi yazsaq, belə çıxır ki, bayaqki 6 qaydasına oxşuyur. Belə çıxır ki, verilmiş ədədin 12-yə bölünüb bölünmədiyini olduğunu bilmək üçün həmin ədəd həm 3-ə, həm də 4-ə bölünməlidir. Yəni necə? Həmin ədəd, tutaq ki, təxmini bir ədəd yazım, bilmirəm dəqiq 3-ə bölünür ya yox. Həmin ədəd həm 3-ə bölünməlidir, həm də 4-ə bölünməlidir. 4-ə bölünür, bəli, son 2 rəqəmindən ibarət olan ədəd 4-ə bölünür çünki. Rəqəmlərin cəmləyək 9, 17, 21, 28 və 30. Əla. Bu ədəd cəmi 30 elədir. 3-ə də bölündüyünə görə deyirik ki, bu ədəd həm 3-ə bölünür, həm də 4-ə bölünür. 15 qaydası da bunun kimidir. 15-i 3 vurulsun 5 kimi yazsaq, həmin ədədin 15-ə bölündüyünü yoxlamaq üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir və həmin ədədin sonu 0 və 5 ilə bitməlidir. Bu zaman deyəcəyik ki, həmin ədəd doğrudan da hər ikisi şərt ödənsə, deyək ki, bu ədəd doğrudan da 15-ə qalıqsız bölünəcəkdir. Bu qədər. Xoş dinləmələr sizlərə. Sağ olun.